Emojilerden futbolçuları təxmin etmə oyununu oynayırıq. Eğer sonda qalib oldunsa sən də yorumlara yazmağı unutma. 30 sual, hər sual 1 puandır. Sən də puanlarını sonda yazmağı unutma. İlk öncə Miami, Arjantin və 10 nömrə. Bu məncə Messi'dir. Siz də öz fikrinizi yorumlara yazmağı unutmayın. Bəli, Lionel Messi çıxdı. Keçək növbəti sualımıza. Bu da asandır. El-Nesir, Portuqaliya və 7 nömrə Cristiano Ronaldo. Bunlar sadə suallardır. Daha çətinlər də gələcək. Cristiano Ronaldo gəldi. Bunlardan daha çətinlər də gələcək. Keçək növbəti suala. Messi sevirsənsə yorum elə, Ronaldo'nu sevirsənsə videonu bəyən. Başlayın. Zamanınız az da hamı yoruma. Sesinizsə başlayaq. Real Madrid, Türkiyə və 15 nömrə. Hamı öz fikrini yorumlara yazsın. Məncə Arda Gülərdir. Gərək düz bilmişikmi? Bəli, düz bilmişik, Arda Gülər. Keçək növbəti sualımıza. El-Hilal, Braziliya 10 nömrə. El-Hilal'da hazırda belə bir futbolçu oynamır, amma əvvəllər oynamış Neymar Junior'u biz tanıyırıq. Hal-hazırda Braziliyada oynayır Neymar Junior. Bu arada keçək növbəti sualımıza. Hansı Arda Gülərin kız arkadaşıdır? Bu, yəni futbolçulara deyil, belə atım C olsun. Görək düz bilmişikmi? Bəli, düzgündür. Bəli, düzgündür. C variantı düzü attım bu arada. Keçək növbəti futbolcuyu təxmin elə. Galatasaray, Argentina və 9 nömrə. Hamı təxminlərini yoruma yazsın. Mauro Icardi deyirəm mən. Bəli, düzdür. Düz tapmışıq. Mauro Icardi. Hamı yorumlara Inter, Türkiyə 20 nömrə. Inter, Türkiyə 20 nömrə. Mən Hakan Çalhanoğlu. Bəli, düz bilmişik, Hakan Çalhanoğlu. Siz də hal-hazırda neçə suala cavab vermişsiniz? Fenerbahçe'nin kuruluş yılı neçədir? Hamı yorumlara öz fikrini yazsın. 1903 değil, 1905 olsun. B variantı 1905. Düz bilmiş. Səhv bildiyim 1907. Mən olsa Beşiktaş deyim 1903. Onu bilirdim oradan. Futbolcuyu təxmin elə. Real Madrid, İngiltərə və 5 nömrə. Bellingham, Jude Bellingham. Jude Bellingham seçilən və düz bildik. Hal-hazırda neçə suala cavab vermişsiniz? Yorumlara yazmağı unutmayın. Juventus, Türkiyə 10 nömrə. Juventus, Türkiyə 10 nömrə. Kenan Yıldız mən təxmin edirəm. Səhv də ola bilər. Yox, Kenan Yıldız. Çünki Juventusda zaten səhv eləmirəmsə bir Türkçə futbolçu da Kenan Yıldızdır. Səhv eləmirəmsə. Beşiktaş. Bunu bilməyən yoxdur yəqin ki. Bunu bilməyən yoxdur yəqin ki. Bunu yəqin ki hamı bilir ki Beşiktaşdır. Beşiktaş. Keçək növbəti sualımıza. Hazırda 13-cü sualdayıq. Barcelona, İspanya 19 nömrə. Mən özüm Real Madrid'i tuturam İspanyadan, amma o qədər də avam deyiləm. Lamine Yamal. Yəni demək olar ki bütün klublarda oyuncuları tanıyıram. Əzbər sayıblarım. Erling Haaland, Manchester City, Norwich 9 nömrə. Bu Erling Haalanddır. Siz də yorumlara yazmağı unutmayın. Bildiniz yoxsa bilmədiniz. Videonu dayandırıb fikirləşə bilərsiniz və ya geri sayıb o birislərə baxa bilərik. Fərqli futbolçuları tapın. Görək hansı fərqlidir. Mən tapdım. Mən tapmışam hal-hazırda. Deyirəm, Lionel Messi əlində altın top tutub və onun bir əlində altın top tutub. Bəli, orada göstərdi indi. Siz də tapdınızsa yorumlara yazmağı unutmayın. Futbolcuyu təxmin elə. Fenerbahçe, Türkiyə 17 nömrə. Bax, bunu həqiqətən də bilmirəm. Kim ola bilər? İrfan Can Kahveci, həqiqətən bilmirdim bunu. Siz bildinizsə yorumlara bildim yazmağı unutmayın. Real Madrid, Fransa 9 nömrə. Kylian Mbappé olmalıdır. Bəli, Kylian Mbappé. Düz tapdıq. Kylian Mbappé, Fransa 9 nömrə. Hangisini deyir tercih edersin? Təbii ki də siz bunu yorumlara yazın cavabını. Tez hamı yoruma yazsın. Keçək futbolcuyu təxmin elə. Galatasaray, Nigeriya və 45 nömrə. Sizdə hansı futbolçudur? Galatasaray'da Victor Osimhen. Bəli, Victor Osimhen'dir. Siz də bildinizsə Galatasaraylılar yoruma yazmağı unutmayın. Futbolcu təxmin elə. Benfica, Türkiyə 17 nömrə. Kerem Aktürkoğlu'dur bu səhv eləmirəmsə. Harry Potter. Türkiyənin Harry Potter'ı. Baxaq, bəli, Kerem Aktürkoğlu. Benfica'da oynayan vaxtları.
Futbolcuların yerini əzbərlər. Ronaldo, Messi, Haaland, Neymar, Bellingham və Ronaldinho. Aha. Erling Haaland haradaydı? Ronaldo, Messi, Erling Haaland 3-cü idi. Çaşıb qaldım. Erling Haaland düz tapdıq. Siz də yorumlara yazmağı unutmayın. 22-ci sualımız Real Madrid Braziliya 7 nömrə sol cinah oyuncusu Vinicius Junior. Siz də düz bildinizsə yorumlara yazmağı unutmayın. Bəli, düz bildiniz. Vinicius Junior. Futbolcuyu təxmin elə. Galatasaray, Uruguay və 1 nömrə. Təbii ki də qapçı Fernando Muslera. Siz də düz bildinizsə yorumlara yazmağı unutmayın. Galatasaraylılar yorumlara bildim yazsın. Teknik direktör Avropadan heç başı çıxmayan, Galatasarayda işlədiyi müddətdə bəlkə yaxşı görünən, amma pis olan Okan Buruk idi. Keçək növbəti sualımıza. Beşiktaş, Türkiyə 9 nömrə. İndi bu dəqiqə səhv eləmirəmsə oynayır Beşiktaşda, amma Semih Kılıçsoy ola bilərdi. Bəli, indi hal-hazırda dəyişib klubunu, kiralıq edib. Fenerbahçe, Sırbistan və 10 nömrə Şimanski yox, Şimanski deyil. Kimdir bu? Bunu bilmədim mən. Dusan Tadic idi. Siz də yorumlara yazmağı unutmayın nə idi. Deyir fərqli klub loqosunu tapın. Baxın görək. Tapdım mən. Sol cərgədə aşağı istiqamətdə sütunlarda Galatasaray loqosu səhvdir. Siz də tapdınızsa yorumlara yazmağı unutmayın. Düz tapdıq. Keçək növbəti sualımıza. Galatasaray Türkiyə 53 nömrə. Mən tapdım. Barış Alper Yılmaz idi. Görək düz bilmişəm. Bəli, Barış Alper Yılmaz. Siz də yorumlara yazmağı unutmayın. Barış Alper Yılmazın boyu kaç santimetrdir? 1.81. 1.86 olmaz, 1.91 heç olmaz, 1.81. Görək düz tapmışıq. O 1.86'dır. Nə bilim. Futbolcuyu təxmin elə. Fərdi Kadıoğlu. Brighton, Türkiyə, Sabek 24 nömrə Fərdi Kadıoğlu. Sol bəkdə də oynaya bilir. Fərdi Kadıoğlu. Keçək növbəti sualımıza. Bu bir buton seçin. Mən evet seçirəm. Siz də seçməyi unutmayın. Görək nə çıxır. Kanala abunə olun. Futbolcuyu təxmin elə. Fenerbahçe, Türkiyə 23 nömrə. Polşalı Şimanskidir, səhv eləmirəmsə. Cenk Tosun 23 nömrədir. İzlədiyiniz üçün təşəkkürlər. Bir videonun sonuna çatdıq. Sağ olun, növbəti video görüşərik.